Quran-ı Kərimin düzgün oxunulması üçün tətbiq edilən qaydalardan biri də səkt qaydasıdır. Səkt sözü lüğətdə sükut mənasını daşıyır. İstilahda isə qısa bir zamanda nəfəsi təzələməmək şərti ilə sədanın 2 hərəkə miqdarında kəsilməsinə deyilir. Vəqf və səkt. Bunların bir-birlərinə həm oxşar və həm də fərqli cəhətləri var. Oxşar cəhətləri budur ki, hər ikisində dayanırıq. Fərqli cəhətləri budur ki, məsələn, vəqf edən zaman dayanırıq, amma rahat bir şəkildə nəfəsimizi təzələyə bilərik. Yəni, nəfəs ala bilərik, nəfəs verə bilərik. Amma səkt qaydası baş verən yerdə bu cür deyil. Dayanırıq, amma nəfəs almadan, vermədən təxminən 2 hərəkə miqdarında sanki səsimizi, nəfəsimizi tutub saxlayırıq. Deməli, səkt qaydası baş verən yerlərdə bəzi Quran-ı Kərimin çap növlərində bu cür sin hərfi göstərilir, bəzi Quran-ı Kərimin çap növlərində isə səktə sözü yazılır. Biz səkt qaydası baş verən yerlərdə diqqətli olmalıyıq, mütləq şəkildə bu qaydanı düzgün bir şəkildə icra etməyə çalışmalıyıq. Çünki əks halda məna dəyişər. Quran-ı Kərimdən ki, biz hansı gözəl mənaları əldə etmək istəyirik, o mənaları əldə edə bilmərik. Deməli, 1-ci Kəhf surəsi 1-ci ayənin sonu, 2-ci ayənin əvvəli. Oxuyuruq. İvəcə qayyimə. Görürüz, nəfəsi tutduq, saxladıq, nəfəs almadıq, nəfəs vermədik. 2-ci Yasin surəsi 52-ci ayədə. Min mərqadinə həzə. 3-cü Qiyamət surəsi 27-ci ayə. Və qilə mən raq. Burada görürsünüz, əgər biz səkt etməsək, idğam baş verə bilərdi səhvən. 4-cü Mutaffifin surəsi 14-cü ayə. Kəllə bəl ranə. Və Quran-ı Kərimdə Həqqa surəsi 28 və 29-cu ayədə də səkt qaydası baş verir. Amma orada bir istisna var ki, həm də vasil edə bilərik. Həm səkt qaydasından istifadə edə bilərik, həm də vasil edib oxunuşumuzu davam etdirə bilərik. Amma bu 4 seçim etdiyimiz ayələrdə mütləq şəkildə səkt qaydasını inşallah icra etməliyik.